2 nəfərlə, ay və günlə yeni il barədə təəssüratlarını bölüşməyi onlardan xahiş etdik. Birinci ay söhbətə başladı. 2026 nömrəli qatarla 365 günlük səfərə çıxdıq. Bismillah. Bugün ilk günümüz, səfərimiz çox çətindir. Çalışaq bu yolda dəyanət göstərək. Yolda yarımçıq səyahəti başa vuranlar da olacaq, səfəri sona qədər salamat başa vuranlar da. Allah heç kimə çətinliklər, xəstəliklər nəsib eləməsin. Yolumuz aydın və işıqlı olsun. Dözümlü olaq. Yolda rastlaşdığımız hər bir problemə görə üzülməyək. Səyahət zamanı Allah'a ibadəti də yaddan çıxarmayaq. Haydi yolumuza davam. Səyahətimiz uğurlu olsun. Ömür vəfa eləsə, sonuncu səyahət günü dekabrın 31-də yolda başımıza gələnləri qısa da olsa qələmə alaram. Sağ salamat və yenə də yeni il münasibəti ilə hər birinizi təbrik edirəm. Ümid edirəm 2025-də itirdikləriniz və qazandıqlarınız sizlər üçün fərqli baxış tərzi yaratır. Və ona görə baxış tərzi fərqlidir ki, etdiyiniz səhvləri 2026-cı ildə yenidən etməyəsiniz. Düzdür, insan səhv etməyə məhkumdur, lakin məhkum olduğumuz bu şeyin nəticələrindən dərs çıxarmaq da özümüzün əlindədir. Hansı ki, bu nəticələr sayəsində biz daha da möhtəşəm və xoşbəxt olacağımız işlərə imza ata bilərik. Qısaca desək, çalışın, xoşbəxt olacağınız şeylər edin. Səhv də etsəniz xoşbəxt olun, amma unutmayın, etdiyiniz səhvlər qarşınızdakı insanları da zədələməsin. Axı insan ətrafındakı insanları xoşbəxt gördüyü zaman da xoşbəxt olur. Və ən önəmlisi, ətrafınıza sizin xoşbəxtliyinizdə xoşbəxt olacaq, kədərinizdə işdən kədərlənəcək insanları toplayın. Çalışın, insanlara qarşı hər zaman nəzakətli və anlayışlı olun. Bu dünyanı pislərdən təmizləmək bizim əlimizdə deyil, amma onlardan olmamaq bizim əlimizdədir. Və bir daha hər birinizin yeni ili mübarək. Bundan sonra gün söhbətə başladı. Mən dünyanı uzun, ucu bucağı olmayan bir yola bənzədirəm. O yolun neçə kilometr olduğunu, hardasa qurtaracağını heç kim bilmir. Tək yerin göyün sahibi Allah'tan başqa. Və biz bu yolda addımlayırıq. Yıxıla dura, büdrəyə. Bu enişli yoxuşlu yolda çox olaylar başımıza gəlir. Müxtəlif insanlarla qarşılaşırıq. Məyus olan vaxtlarımız da olur, sevincli anlarımız da. Xəbis, paxıl, yaltaq və insanlığa xas olmayan bu kimi keyfiyyətləri özündə cəmləşdirən məxluqlarla da qəlbi təmiz, vəfalı, səni dərk edən, duyan, əsl insan olanlarla da qarşılaşırıq. Yıxılana balta vuran və əksinə əl tutub yardım edənlərlə də bu yolda rastlaşırıq. Qaçıb qurtulmaq istədiklərin də olur, bu yolda birgə addımlamaq istədiklərin də. Bu yolu qət edincə şaxtaya da düşmüşük, borana da, yağışa da düşmüşük, leysana da. Sərin meh də üzümüzü oxşayıb, güclü tufan da yıxmağa çalışıb. Qızmar günəş də bizi yandırıb, ilıq yel də qəlbimizi ovundurub. Nəysə, sizi çox yormayım, artıq yolun 2026-cı kilometrindəyik. Heç kim bu qədər yol qət edə bilməyib və bilməz də. Kimi 10, 25, kimi 45, 50 kilometr, 70, 90, hətta 145 kilometrdə gedən olub. Peyğəmbərlərimizdən 245, 300, hətta 900 kilometr gedənlər də olub. Yəni yorulub son deyirik. Axıracan gedə bilmirik. Bəli, 2026-cı kilometr. Biz nələrlə qarşılaşacağıq, nələri görəcəyik. Kimi tamam, kimi davam deyəcək. Bunu ancaq bizi yox yerdən xəlq edən Pərverdigar bilir. Ey Rəzzaq, ey Şafi, ey Saməd, bizim yolumuzu işıqlı elə, nurlu elə, hamar elə, bizi dəyərli, vəfalı, sədaqətli, əsl insanlarla qarşılaşdır. Sən hər şeyə qadirsən, sən ol desən, olar, kun fəyakun. Sizə, ümumiyyətlə bütün bəşəriyyətə bu yolda səbr, dözüm, möhkəm iradə və gözəl yol yoldaşı arzulayıram. Yəni, Allah dərgahına əl açıb özümüzə arzuladıqlarımı
sizə də şamil edirəm. Axıra qədər mənə həmdəm olub qulaq asdığınız üçün təşəkkür edirəm. Haqqınızı halal edin ki, qiyamətə qalmasın. Çünki qiymətli vaxtınızı əlinizdən alıb sizi yolunuzdan elədim. Sabahınız 2026-cı kilometrdə xoş xəbərlərlə açılsın inşallah.